içlərində olan o məhəbbəti izhar eləməlidirlər. Xanım bunu kişidən eşitmək istəyir. Kişi də həmçinin o hörməti xanımdan nədir? Görmək istəyir, qarşılıqlıdır. Bu qarşılıqlı olmalıdır. Bəzən elə bilirik ki, bu bir tərəfdən, ancaq kişidən gözləyirik. Ancaq xanımlar gözləyir, kişi desin, deyir, mən xanımam. Başa düşdüysən xanımsan, sən incə varlıqsan, sən daha həssassan, bunların hamısını bildik. Amma bu kişi də insandır. Allah deyir ki, ikimizin bu qarşılıqlı olmalıdır. Hörmət də, məhəbbət də nə olmalıdır? Qarşılıqlı olmalıdır.